Kanalda hər kəs xoş gördük. Bugün mənim səfərim rayon turu yox, Sumqayıt turu olacaq. Yəni Bakıdan Sumqayıta gedəcəm və Sumqayıtdan Bakıya dönüş. Yəni sizə göstərəcəm nə qədər vaxtda gedib qayıtmaq olur. İzləmədə olun. Bu saat 1-dir. Gördüyünüz bu. Mən yola çıxmışam. Dostlar, hal-hazırda 20 yanvar ərazisindəyim. Görürsünüz, buradakı insanlar hamısı avtobus gözləyir. Avtobus gözləyən insanlar əsasən Xırdalana, Masazıra, bir də Sumqayıta gedən insanlardır. Yəni 20 yanvar ərazisidir, hamı gözləyir. Mən isə gözləmədən tıxac dərdi yox, görürsünüz tıxacı hal-hazırda gündüzdür, tıxac olmamalıdır, amma olur. Ona görə ən yaxşı üsul mən sizə indi göstərəcəm velosipeddir. Nə benzin problemi olmayacaq sizdə, nə elektrik, nə də avtobus gözləməyəcəksiniz. Yəni insan həyatında ən vacib şey nədir? Zamandır. Ona görə zamanınızın qədrini bilin. Mən isə yola davam edirəm. Hamı məndən soruşur ki, sən bu yoxuşları necə qalxırsan, yorulmursan? Məsələn, lirik dağları, yardımlı falan. Dostlar, sürdüyüm gravel velosipeddir. Bu hal-hazırda görürsünüz. Və bu yoxuşlu yollar üçün və yolsuzluq şəraiti üçün nəzərdə tutulub. Yəni istənilən yerdə sürmək olar və insanı yormur. Mən isə davam edirəm. Tıxaclı 20 yanvar. Amma bura mütləq velosiped yolu lazımdır. Mütləq. Çünki mən məcbur şəkildə avtobus yoluna hərəkət edirəm və arxadan avtobus gəndə siqnal verir. Səki isə sürə bilmərəm. Həm darısqaldır, həm insanlara mane olmuş olacaq. Nəhayət, gəldim, çatdım avtovağzal tərəfə və lövhədə görürsünüz yazılıb Sumqayıt yazısı. Və mən yola davam edirəm. Hər şey əladır, hava o qədər gözəldir ki. Və əsl velosiped havasıdır. Və mən sizlər üçün bugün gözəl bir video hazırlayacağım. Problem olmasa təbii ki, velosiped qırılmasa, ya da başqa bir problemlər olmasa, hər şey əla olacaq. Dostlar, təsəvvür edin, bura avtovağzal tərəfdir, bu sol tərəfin. Bu avtobus yoludur və mən isə sanki velosiped yolunda hərəkət edirəm. Çox rahat şəkildə. Düşünürəm ki, ayna bura mütləq velosiped yolu çəkməlidir. Həm bizim təhlükəsizliyimiz üçün. Təsəvvür edin, həm Masazıra gedən insanlar, həm Xırdalanda qalan insanlar, həm də ki, Sumqayıta gedəcək olan insanlar velosipedlə rahat şəkildə bu yolda hərəkət edə bilər. Bura sadəcə velosiped yolu eləmək lazımdır. Bu qədər sayda. Velosipedlərin sayını çoxaltmaq üçün, hörmətli qurumlar, əsasda aynaya səslənirəm buradan, mütləq şəkildə velosiped yollarının sayını artırmalısınız. O zaman biz də deyə bilərik ki, əziz insanlar, çıxın velosiped sürün. Və fikir verin, mən artıq buradayam. Bura yol arıcıdır. Və mən burada yolu əlimdə keçməliyəm. Amma burada velosiped yolu olsaydı, mən rahat şəkildə hərəkət edə bilərdim. Yəni maşınlar məni gözləyərdi. İndi mən nə etməliyəm? Buradan əlimlə keçirməliyəm velosipedi. Deməli dostlar, mən buradan düz getməliyəm. Yəni Sumqayıt istiqamətindən bu tərəf. Sadəcə maşınlar soldan o qədər sürətlə hərəkət edirlər ki, mən düz hərəkət eləsəm, bu solla, bu sol hissə ilə, onda yəni həyatda olmayacam. Yəni bunu əminliklə deyə bilərəm. Çünki bura Azərbaycandır. Bizdə hələ yol mədəniyyəti inkişaf eləməyib və kiməsə irad da bildirəndə o deyir ki, yox, sən düz eləmirsən, sən səhvsən. Sizləri həyata sevdirmək, əsasda velosipedə həvəsləndirmək mənim üçün çox sevindirici bir şeydir. Və fəxr edirəm bundan. Və hər birinizin xoş sözləri məni həvəsləndirir. Amma dəstək təbii ki, də azdır. Daha çox mənasız insanlara dəstək çoxdur. O da təəssüf ki, insanlarımız yəqin ki, elə insanları sevir, hörmət eləyir, nə etmək olar. Və mən çalışdığım qədər insanlarımızı düz yola yönləndirmək istəyirəm. Amma nə bilim, hələ ki alınmır. Ehtiyatlı şəkildə biz gedirik Sumqayıt yoluna. Sağdan gələn maşınlara ehtiyatlı olmaq lazımdır, mütləq. Tələsmədən yolumu uzadın, eybi yox.
ünvana gec çatın və ya hara gedəcəksinizsə. Əsas odur, sağlam qalın. Yəni dediyim kimi, velosiped həm sizə sağlamlıq verə bilər, həm də ki, sizə başınıza bəla ola bilər. Yəni, bu həqiqi mənada belədir. Həm təhlükəli sürən maşınlara görə, həm də ki, düzgün velosiped sürməyəndə çox ziyan görə bilərsiniz. Yəni, birdən-birə yuxudan oyanıb da demək ki, yox, mən sürəcəm falan olmaz, qətiyyən. Hər səhər oyandıqsa, mütləq isinmə hərəkətləri eləyin. Heç olmazsa 5 dəqiqə, 10 dəqiqə və ondan sonra artıq velosiped sürə bilərsiniz. Yoxsa dizlərinizdə, belinizdə problemlər yaşaya bilərsiniz. Növbəti videolarda mən sizə bu haqda geniş videolar çəkərəm. Bu çox insan bilmədiyi şeylərdir. Necə gəldi velosiped sürür. Yəni, velosipedə oturar-oturmaz birdən başlayır sürətli sürməyə. Amma belə olmaz. Yəni, düşünməyin ki, mən cavanam, mənim enerjim çoxdur, falandır. Və yaxud bilirəm, bəzi insanlar baxır mənim videolarıma, rayon turları eləmək istəyir, yəni velosipedlə rayonlara səfər eləmək istəyir. Gözəl bir hissdir, gözəl, həyəcanlıdır, amma yəni ziyanlı tərəfləri də ola bilər. Nə buna hazır olmalısan? Həm mənəvi, həm mədəni insan olmalısan və bir də ki, bilikli olmalısan. Söhbət burada elmdən, savaddan getmir. Elementar səhvlər eləməmək lazımdır. Yəni, məsələn, əks yola çıxıb da demək ki, yolumu buradan qısaldacağım falan olmaz. Dediyim kimi, ən böyük səhvdir. Və bir də ki, velosipedi təyinatı üzrə almaq lazımdır. Şose velosipedi alıb da onunla tura çıxmaq, yəni çox peşmançılıqlar verəcək sizə. Buna səbəb isə havalar isti keçir. Məsələn, yay ayıdır. Və yay ayında da biz çox su qəbul edirik. Yəni, bütün velosipedçilər. Və nə olur? Sən şose velosipedi sürsən, sənin su qoymağa belə yerin olmayacaq. Təbii ki, var. 2 dənə yerin var, ya 3 dənə yerin var. Amma sən yolda olarkən daha çox su qəbul edirsən. Çünki davamlı olaraq ayaqların hərəkətdədir. Və bizim bədənimiz mayədən ibarətdir. Bilirsiniz yəqin ki. Və əsas da dizlər. Yəni, sən mayə qəbul edəcəkcə, sənin dizlərinə o mayədən də yayılır. Ona görə sən bədənini susuz qoymamalısan. Və şose velosipedlə elə bir velosipeddir ki, yük götürə bilmirsən. Çünki təyinatı yarış üçündür. Məni izləyən dostlar bilir ki, mənim əvvəl velosipedim şose idi. Mən 1 il turlar eləmişəm, rayon turları və hər gün işə gedib gəlmişəm velosipedlə. Və başa düşdüm ki, bizim yollar üçün, əsas da uzaq məsafələr üçün nəzərdə tutulmayıb. Çünki yollarımız çox bərbaddır. Nazik təkərdir, təsəvvür edin, bu nazikliyində təkər hansı kələ-kötür yerə dözə bilər. Həm o, həm də ki, sən heç şey götürə bilmirsən özünlə. Və sənə çətinlik yaradır. Amma sən tur eləmək istəyirsənsə, rahatlıq istəyirsən, konfor, sənə hibrid velosiped, ya touring, ya da ki, məndə olan gravel, yəni bu üslubda bir velosiped lazımdır. Yəni bu velosipedlərə bagaj yerləri olur, çantalar qoya bilirsən və nə istədiyin götürə bilərsən. İstəsən çadır götür, istəsən çoxlu sular götür, yemək götürə bilərsən və komfort olacaq sənə. Yəni yol pis olsa belə, sən qorxmayacaqsan sürməyə.
Yəni ona görə velosiped alarkən mütləq hər şeyə diqqət edin. Yenə biz təhlükəli bir yerə gəlmişik və buradan yolu keçməliyik, amma birbaşa keçmək olmur. Çünki maşınlar gəlir, birdən sağa manevr edir. Yəni bizi görməyə bilər velosipedçiləri. Ona görə indi mən neyəcəm? Mən burada dayanıram. Yəni bu qızıl qayda dostlar. Qızıl qayda. Hə dostlar, indi biz bu hissədən keçəcəyik yolun o bir tərəfinə, amma ehtiyatlı olmaq şərti ilə. Yəni bütün maşınları gözləmək lazım ki, keçsinlər, ondan sonra bizə keçək. Gördüyünüz kimi dostlar, bu hissədən gələrkən mən məsələn bu yoldan gəlirdim də. Mən birbaşa da gələ bilərdim, sadəcə çox təhlükəlidir. Yəni bu tərəfdən gələn maşınlar məni görmürlər və buradan manevr elədikcə birdən-birə məni vura bilər. Yəni bu qəzalarla mən şahidi olmuşam. Motoları vurublar, velosipedçiləri vurublar belə bir yollarda. Ona görə də mən ehtiyatımı əldən vermirəm. Maksimum şəkildə tələsmədən ehtiyatla yolu keçirəm və hərəkət edirəm. Yəni bunu mütləq yadınızda saxlayın. Heç vaxt tələsməyin. Yəni bu sizin sonunuzu gətirəcək. Yəni heç bir yerə tələsib tez satmayacaqsınız. Yəni mənası yoxdur. Ona görə həyatı sevmək lazımdır. Gülmək lazımdır və nə yemək, velosiped sürmək lazımdır. Mən isə yola davam edirəm hal-hazırda Sumqayıt tərəfə. Deyirəm ki, yay ayı nə gözəldir. Ağaclarda güllər açıb. Təmiz hava, özü yay yağışı yağıblar. Burada görürsünüz sular var. Sadəcə hava o qədər istidir ki, artıq su qalmayıb, quruyub. Amma gözəldir də, həqiqətən qəybdir. Ləzzət alıram, ləzzət. Rayon turlarını ona görə sevirəm də mən, uzaq məsafələrə getmək. Heç yorulmadan bütün Azərbaycanı gəzə bilərəm. Amma təəssüf ki, işimə görə vaxt yoxdur və bir də maddiyata görə mən tura gedə bilmirəm, hələ ki, təəssüf ki. Yəni, bildiyiniz kimi rayon turlarında çox xərcim çıxır. Halbuki otellərdə qalmasam belə, yəni mənim çadırım da var, mən çadırda qalıram, bildiyiniz kimi kamp edirəm. Hər şeydə götürürəm. Yemək falan da özüm bişirirəm. Sadəcə istər-istəməz çox xərci olur. Çox xərc çıxır insanlar. Mən Ceyranbatan gölünü keçirəm hal-hazırda, yəqin ki görünür. Belə göstərim. Çox qalmayıb əslində, təxmini 7 kilometr falan qalıb. Hər şey əladır, heç yorulmamışam, çünki tələsmirəm, yavaş-yavaş hərəkət edirəm. Yəni sizə göstərmək istəyirəm ki, insan heç tərləmir, yəni normal hərəkət edirəm. Təbii ki, indi mən 1 ildir, demək olar, hər gün sürürəm, o da təsir edir insana. Amma siz də yəni adaptasiya olacaqsınız, geçsiniz. Birdən-birə təbii ki, Sumqayıta gedib gəlmək bir çətin olar. Amma yavaş-yavaş, yəni 10 kilometr, 20 kilometr sürdükcə ayaqlar da öyrəşəcək, bədənimiz də öyrəşəcək. Yəni onsuz da baxıram ki, bizim insanlar yavaş-yavaş velosipedçi görəndə yəni pis baxmır. Bəzən sadəcə məsafə saxlamırlar. Bir də ona təəssüflənirəm, o pisdir. Başqa hər şey qaydasındadır. Avtobusun arxasında düşəndə, küləyə qarşı geçsəndə çox rahat şəkildə hərəkət edirsən. Amma ehtiyatlı olmaq lazımdır. Təbii ki. Yəni düşünün ki, küləyi yarır da o mənim üçün hal-hazırda. Rahatam yəni hərəkət eləməkdə. İndi bu dayanacağı boyu keçmək lazımdır. Yağış da başladı, hava da istidir. Burada da bir adam uzanır. Yağış yağır. Amma yay yağışıdır. Yəni çox əladır, istidir. Sadəcə biraz külək var. Başqa da çətinliyi yoxdur. Yəni siz narahat olmayın, hər gün yalnızca yağış yağmır. Yəni rahat gedib gələ bilərsiniz. Mənim paltarım var əslində. Çox yağsa geyinəcəm. Az qaldı Sumqayıta çatıram. Təbii ki, belə də olur. Hal-hazırda yağış yağır və yenə başıma maraqlı hadisə. Sizə nə olub? Təkər partlayıb. Heç nə. Bu yəni problem deyil. Gördüyünüz kimi
Gözəl də narın yağış yağır. Bax. Özümü çox gümrah hiss edirəm. Yəni belə hadisələr olanda belə təəssüflənmirəm. Əksinə deyirəm ki, nə yaxşı ki, təkər partladı. Nə eləsə məşğul olacağam, onu düzəldəcəm, sonra davam edəcəm evə. Amma möhtəşəmdir də mənzərə. Maraqlısı bilirsiniz dostlar. Mən Xızıya getdim, gəldim. Bir dəfə də olsun təkərim partlamadı. Təsəvvür edin ki, məsafə 200 kilometrdən çox olub da. Amma hal-hazırda cəmi 25 kilometr falan getmişəm. Artıq da gəlib partladı. Yağış da başlayır. Hər şey əladır. Gələ nə qədər vaxtda çatmaq olur. Hal-hazırda Sumqayıta çatmışam. Ədiyyətin qoxusunu hiss edirəm. Az qaldı, yəni cihazçına tərəf gedirəm. Sumqayıtın bulvarı tərəfə. Sadəcə nəsə maşın çox göz bugün. Əsas məsələ, abunə olsanız çox sevinərəm. Nəhayət çatdım Sumqayıta. Nəhayət. Göyərçini görürəm. Bu deməkdir ki, mən Sumqayıtdayım. Gözəl dəniz, sakit park. Sumqayıt yazısının yanındayım. Bu göyərçindir. Mərkəzi park. Deməli dostlar, gəldim oturdum. Deməli mən 32 kilometr yolu 1 saat 40 dəqiqəyə gəldim. Bakıdan, görürsünüz xəritədə buradadır. Yəni nə demək istəyirəm? Daha da tez gəlmək olar. Sadəcə həm təkərin partlaması mənə biraz yubatdı, həm də külək falan yağır. Həm də ki mən tələsmirdim. Sadəcə sizə göstərmək istəyirdim ki, necə rahat şəkildə gedib gəlmək olar. Yəni işə də gedib gəlmək olar. Yəni bilirsiniz ki, Avropada insanlar hər gün 30 kilometr gedir və 30 kilometrdə qayıdır. 60 kilometr yolda heç elə də yorulmur yəni. İnsan öyrəşəndən sonra problem yoxdur. Mən 1 ildir hər gün işə gedib gəlirəm. Heç bir problem də yoxdur yəni. Nə dizlərdə nəsə problem yaranıb, nə başqa bir şey. Əksinə daha da insan sağlam olur. Yəni belə. Hal-hazırda Sumqayıtdayam və Sumqayıtdan çıxıram. Saat 8-in yarısı və eyni qaydada mən qayıdıram Bakıya tərəf. Görək bu dəfə qayıdış nə qədər olacaq. Hal-hazırda yağış yoxdur, sərin havadır. Yəni ki dostlar, Sumqayıta getmək elə də çətin bir proses deyil. Sadəcə yolların biraz sərt olmağı, buradan maşınlar gəlir, buradan birdən maşın çıxır. İndi mən o yola keçmək üçün biraz çətinlik çəkəcəm, amma təbii ki bir yolunu tapmaq olur. Yəni qalan şeylər bəhanədir, velosiped sürməmək bəhanədir. Çox sağ ol qardaş. Ay əziyyət çəkmə. Varımdır, sunarat olma, yerim yoxdur. Yo, var olasan qardaşım, minnətdarım. Yerim yoxdur. Hə? Sumqayıtdan Bakıya. Var ol qardaş, çox sağ ol. Ehtiyatlı olun, çox sağ ol suya görə. Ceyranbatan gölü. Yəni göl dediyim su anbarımız yəni. Hal-hazırda davam edirəm. Hava çox yaxşı, sərin. Mən məsələn Sumqayıtda qalsaydım, hər gün gedib gələrdim. Şəxsən mən zövq alardım bu mənzərələrdən. Düşünün ki, velosiped yolu kimidir. Görün nə qədər məsafə edir. Amma mənzərə ilə ləzzət edir insana. Normalda insanlar deyir ki, mənim iş yerim kaş yaxında olaydı. Amma mən tərsinə düşünürəm. Həmişə deyirəm ki, kaş mənim iş yerim uzaqda olaydı. Mən velosiped çox sürərdim. Həqiqətən deyirəm. Çünki doymuram velosiped sürməkdən. Necə doyum? Salam, salam. Kamera siqnal verir. Mən doymaq olmur dostlar. Səni ayaqda saxlayıb velosiped. Həyat tərcidatı. Bunsuz yaşaya bilmərəm. Həyatı sevin. Əzizlərimizi sorun. Mən deyərdim ki, Sumqayıtdan qayıtmaq daha rahat adama. Çünki daha çox enirsən də, yəni enişdir. Gələndə biraz yoxuş var,
Ona görə bəlkə də gec çatdım biraz. Amma indi qaydanda çox rahat şəkildə gəldim. Artıq Xırdalandayam. Tezliklə avtovağzala çatacağam. Yəni artıq evə çatanda ətraflı sizə məlumat verəcəm. Sumqayıta gedib gəlmək nə dərəcədə çətindir və yaxud da asandır. Ətraflı məlumat verəcəm. Ya bir çox insanlar bəhanə gətirir. Çox çətindir, nə bilim, mümkünsüzdür. Necə gedib gələr? Demək olar, avtovağzala çatıram bu yoxuşu düşən kimi. Kaş burada velosiped yolu olaydı. Çox əla olardı. Nəhayət avtovağzala çatmışam olsa. Sadəcə qabaqda bir yer var. Oradan keçməyə bir çətin olacaq. Onu göstərəcəm sizə. Velosiped yolu mütləqdir, həqiqətən. İndi ora çatım göstərəcəm hara, nə zad etdim. Mən indi sola çıxmaq üçün ya çox sürətli olmalıyam, o da mümkünsüzdür. Çünki velosiped sürürəm, yoxuş qalxıram. İndi mən təhlükəli vəziyyətdə, təbii ki, burayla geçsəm mən Lökbatana gedirəm. Mənim evim isə o tərəfdədir, Gənclik tərəfdə. İndi mən nə etməliyəm? Özümü təhlükəliyə atmalıyam. Təbii ki, buralarda keçid yoxdur, mən keçim. Məcburam həyatımı təhlükəyə atım. Biraz qabağa gedirəm və sonra velosipedi əlimlə keçirəm yolun o bir əks tərəfə. İndi göstərəcəm sizə. Ya bunu eləməyə məcburam, çünki başqa yolum yoxdur. Mən o bir tərəfdən keçə bilməyəcəm. Ona görə buradan keçməliyəm bu tərəfə. Ona görə bu qaydada riskli olsa da bunu eləməliyəm. Yoxsa mən o tərəfə geçsəm Lökbatana, Sədərəyə gəlib çıxacam. Oradan bir də fırlanmalıyam şəhərimə. Yox. Məcburam. Buralarda velosiped yolu olsa çox rahat şəkildə hərəkət eləyərdik bizdə. Bəzi maşınlar heç məsafə saxlamır və bu istər-istəməz velosipedçiyə stres yaşadır, qorxu yaşadır. Təbii ki, xoş deyil bizə. Yəni bu cür təhlükəli vəziyyətlər olur. Mən demirəm ki, hər kəs bacarar, Sumqayıta gedib gələ bilər. Amma kim ki cavandır, enerjisi var, belə deyim, əgər rahatlıq istəyirsə, bu avtobuslardan sizə yəni rahatlıq gəlməyəcək. Onsuz da ayaq üstə dayanırsınız. Görürəm də, yəni insan çoxdur. Nə var ki, eyni, onsuz da avtobusdan gedəndə yarım saata çatmırsan ki Sumqayıta. Geç çatırsan. Axşam tıxaclar olur. Amma velosiped elədir ki, tıxacda qalmırsan. Sənin enerjinlə asılıdır. Bir də ki, burada məcburam mən belə keçməyə. Çünki oradan gedib keçəndə məni bir dəfə maşın vurub. Ona görə mən oradan keçə bilmirəm. Çünki bizim maşınlarda velosipedçiyə hörmət yoxdur. Kasıb kimi baxırlar, tupon kimi baxırlar. Yəni biz hələ inkişaf eləməmişik. Əsas beynimiz inkişaf eləməyib. Yəni çox qəribədir. Yəni insanlar bir-birinə hörmət eləmək istəmir. Yəni insanlar artıq maariflənməlidirlər. Baxın, görürsünüz, bax, belə adamlar var. Görür ki, mən gəlirəm, mənim qabağımdan keçir. Sonra da vuracaq məni. Heç nə, günahkar o olacaq. Tıxacın vəziyyətinə baxın. Dəhşətli dərəcədə tıxac var. Biz ehtiyatlı, düz getməliyik. Burada da velosiped yolu lazımdır, mənə elə gəlir ki. Çünki avtobus bizi çox sıxışdırır. Çox rast gəlmişəm, yəni. Sonra nəhayət ki, mən çatdım Bakıya. Yəqin ki, bu xəttlər xatırlayarsınız. Buradan başlamışdım və burada da yekunlaşdırıram. Hal-hazırda getdiyim yol 31 kilometr. Görürsünüz, burada yazılır 31 kilometr. Və 1 saat 33 dəqiqə. Və orta sürət 20-dir. Və küləkli havadır, hal-hazırda görə bilərsiniz. Görürsünüz, küləkli havadır. Yəni dostlar, yekun olaraq nə demək istəyirəm? Bu Sumqayıt turu ilə bağlı, ümumiyyətlə
insanlar işə gedib gəlməsi üçün. Bir çox insanlar deyirdi ki, çox çətin bir prosesdir. Yəni mümkün olmaz, biz işdən yorğun çıxarıq, gedərik, necə olacaq falan. Dostlar, sizə belə bir şey deyə bilərəm. Mən uzun vaxtdır velosiped sürürəm və daha tez də gedə bilərdim. Sadəcə məqsəd mənim tez çatmağım deyildi. Məqsəd sadəcə yavaş sürətlə hərəkət edib nə qədər müddətə çata bilərəm, onu sizə göstərmək istirdim. Çünki avtobusla getdiyiniz yol daha uzun olur adətən. Mən görürəm də, yəni tıxazdır. Hər gün saat 7-dən sonra onsuz da tıxaz olur o tərəflər. Amma bu alternativ variantdır və siz həm zamanınıza, necə deyirlər, ekonom eləmiş olacaqsınız, həm də cibinizə. Heç bir xərc tələb eləmir. Əksinə, daha komfort. Fikir verin. İşıqlar var və sadə bir velosiped. Və sənin enerjinlə hərəkət edir və sən həm sağlam olursan, həm üzün gülür, xoşbəxt olursan bir sözlə. Ona görə hər zaman velosiped sürün, sağlam qalın. Başqa hara gedim, hara getməyimi istəyirsiniz. Bir də ki, mənə demişlər, Masazıra da gəl, Xırdalana da gəl. Mənə elə gəlir ki, Xırdala, Masazır daha rahat olar işə gedib gəlmək üçün şəhərdən və daha tez müddətdə olar. Çünki məsafə çox yaxındır. Sumqayıt uzaqdır. Başa düşürəm, hər insan gedib gələ bilməz. Mən öyrəşmişəm, mən rayonlara belə velosipedlə gedirəm. 60 kilometr mənim üçün heç nədir. Sadəcə bunu çəkib göstərməkdə məqsədim o idi ki, dostlar. Yəni, hamıya şamil eləmirəm bu sözümü. Amma cavanlar istəsə, işə velosipedlə gedib gələ bilər. Həqiqətən bunu bacarar və xoşbəxt də olar. Abunə olun, dostlar. Videonu bəyənin və dostlarınızla paylaşın. Bəlkə kimləri isə həvəsləndirmiş olarıq. Velosipedə təbii ki. Və belə, mən artıq yekunlaşdırdım Sumqayıt TV. Yeni videolarda görüşənədək. Sağ olun, dostlar.